Azəreşıq Açıq Səhmdar Cəmiyyəti ölkənin bütün regionlarında olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda da əsaslı təmir və yenidən qurma işlərini davam etdirir. Qeyd olunur ki, Xocalı və Xocavənd rayonlarının bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur. Xocalı və Xocavəndin 30-a yaxın kəndinin daxili və xarici elektrik təsərrüfatının yenilənməsi işləri görülür. Kəndlərdə 100-ə yaxın müxtəlif güclü 35 kV-lıq kompleks transformator məntəqələri quraşdırılıb. Həmçinin yaşayış məntəqələrində 0,4 və 35 kV-lıq metal dayaqlar bastırılıb, izolyasiyalı xəttlər çəkilir. Xocalı şəhərində 10 müasir tipli müxtəlif gücdə KTM quraşdırılıb. Yenidən qurma işləri rayonun Badara, Ballıca, Daşbulaq, Təzəbinə, Seyidbəyli və Xanyurdu kəndlərində başa çatıb. Həmçinin Şuşa kənd və Xanobad kəndlərində 35 kV-lıq özünü daşıyan izolyasiyalı naqillərin çəkilişi davam edir. Xocavəndin Hadrut, Qırmızı Bazar qəsəbələri, Soz kəndinə köçürülən ailələr də dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub. Sözü gedən yaşayış məntəqələrində elektrik şəbəkələrinin yenidən qurulması ilə yanaşı, həm də mövcud 10 və 35 kV-lıq hava xəttlərində güclü transformatorlarında təmir bərpa işləri aparılıb. Smart sayğaclar quraşdırılıb. Hazırda şəhər ərazisi ilə yanaşı Çörəkli, Güney Xırman, Qarakənd, Quzey Xırman, Xanoba kəndlərində təmir bərpa və yenidən qurma işləri davam edir.